Son zamanlar milyarderlər, prezidentlər, elm adamları ölümsüzlüyü tapmaq üçün milyonlarla, hətta milyardlarla vəsait xərcləyirlər. Jeff Bezos adlı milyarder bunun üçün 1 milyon sərmayə ayırdı. Təxminən bir ay öncə Çin və Rusiya prezidentlərinin görüşündə ictimaiyyətə yayılan o səs yazışmalarından bəlli oldu ki, hətta varlılar, yüksək vəzifə sahibləri belə bir sualın dalınca düşüb. Necə bu dünyada əbədi yaşayım? Necə ölümsüzlüyə nail olum? Halbuki bu yeni bir arzu deyil. Rəvayətlərdə Makedoniyalı İskəndər dünyanın hər yerini dolaşaraq ölümsüzlük axtarmışdı. Amma nə İskəndər, nə də ondan sonra gələn minlərlə hökmdar bu arzulara çata bilmişdi. Çünki ölümsüzlük insan əli ilə əldə ediləcək bir şey deyildi. Hətta qədim Misirdə fironlar da əbədi qalmaq arzusundaydılar. Sadəcə cəsədlərini mumyalaşdırıb saxlatdıra bildilər. Ancaq ruhları, həyatları bu dünyada qalmadı ki. Əlhəmdülillah, müsəlman olaraq bilirik ki, əbədi həyat bu dünyada deyil, axirətdədir. Quranda deyilir ki, bu dünya fani, axirət isə əbədi yurdumuzdur. Kullu nəfsin zəiqatul məvd. Hər can ölümü dadacaqdır. Yəni kim olmağımızdan asılı olmayaraq, istəyir milyarder ol, prezident ol, ya adi insan ol, ölüm hər kəs üçün qaçılmazdır. Milyardlarla sərvət bizi ölümsüz edə bilməz. Amma iman, itayət, insanlara qarşı xeyirxahlıq, cəmiyyətdə faydalı işlər görmək bizi ölümsüz, əbədi həyat olan cənnətə aparacaqdır inşallah. Allahdan özüm üçün, sizlər üçün cənnətin ən yüksək mərtəbəsi olan Firdovs cənnətini istəyirəm.